Cərrah koroproktoloq James Kinross bağırsaq xərçəngini vaxtında aşkar etməyə kömək edə biləcək əsas əlamətləri açıqlayıb. Today Press TV xəbər verir ki, bu barədə The Daily Mirror nəşri yazıb. James Kinross erkən simptomları qaçırmamaq üçün nəcisdəki istənilən dəyişikliyə diqqət yetirməyin vacib olduğuna inanır. O hesab edir ki, hər bir insanın bağırsaq fəaliyyətində özünə məxsus xüsusiyyətləri var və bunlar haqqında yalnız özü məlumatlıdır. Buna görə də həkim ilk növbədə insanları defekasiyanın tezliyinə, konsistensiyasına, formasına və rənginə nəzarət etməyə çağırıb. O qeyd edib ki, stres və ya pəhrizlə də izah edilə bilər, lakin əgər keçmirsə və davam edirsə, müayinədən keçmək lazımdır. James ikinci çox həyəcan verici siqnal kimi nəcisdə qanın olmasını qeyd edib. Bu simptom meydana çıxarsa, dərhal həkimə müraciət etməyi tövsiyə edir. Eyni zamanda qarında davamlı ağrını, keçməyən yorğunluğu, izah olunmayan çəki itkisi və ya bədəndə şişkinliklərin əmələ gəlməsi də göz ardı edilməməlidir.